Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Mən MHM Tədris Mərkəzinin ədəbiyyat müəllimi Gülnarə Quliyeva. Bugün istəyirəm ki, sizə qəbul səviyyəli bir sualın izahını verim. 11-ci sualda deyir ki, verilən cədvələ əsasən uyğunluğu müəyyən. Bir tərəfdə Şəhriyarın Heydər Babaya salam poemasıdır. Digər tərəfdə isə Səməd Vurğunun şeirindən bir parçadır. Təbrizli gözələ həsr olunmuş şeirdən bir parçadır. Baxın, burada poemanın bütün məzmunundan çıxış eləyə bilərsiniz. Burada isə sadəcə verilən parçadan çıxış eləyə bilərsiniz. Əlavə heç nəyə baxa bilməzsiniz. Nədir bu həsrətin adı ünvanı? Baisin evində çıraq yanmasın. Ah araz vədəmiz hanı? Bir ürək ikiyə parçalanmasın. Ayırdı bir vurğu əzəldən bizi, parladı şahların qan əkli tacı. Sıxlaşan bir duman aldı Təbrizi, fələk bəxtimizə baxdı qıyqacı. Vətənin təbii gözəllikləri poetik dillə diqqətə çatdırılmışdır. Bəli, Heydər Babaya salam poemasında Heydər Baba dağının ətəkləri, gözəllikləri, oradakı quşlar, çiçəklər, Heydər Baba dağının yaz fəslindəki təsviri var. Amma bu parçada biz bu məqamı görə bilmirik. Sadəcə Azərbaycanın ikiyə parçalanması var. Azərbaycanın ikiyə parçalayanlara nifrət əksini tapmışdı. Vətən həsrəti var, yəni cənublu qardaşlarımıza olan həsrətdən danışılır. Məsəl, Azərbaycanın ikiyə parçalanmasına səbəbkar olan müqəssirlərə nifrət əks etdirilmişdir. Bax, bu hissə aiddir bura. Çünki burada deyir ki, nədir bu həsrətin adı ünvanı? Baisin evində çıraq yanmasın. Parladı şahların qan əkli tacı, sıxlaşan bir duman aldı Təbrizi. Fələk bəxtimizə baxdı qıyqacı. Amma hər ikisində də Azərbaycanın ikiyə parçalanmasına olan münasibətə yer verilibdir. Şəhriyardadır ki, bir uçaydım bu çırpınan yelinlə, bağlaşaydım dağdan aşan selinlə. Ağlaşaydım uzaq düşən elinlə, bir baxardım ayrılığı kim saldı, ölkəmizdə kim qırıldı, kim qaldı. Duman sözü ictimai hüquqi vəziyyətdə siyasi quruluşa işarədir. Baxın, Şəhriyarda da duman sözü var, burada da duman sözü var. Bu ortaq cəhətdir. Şəhriyardadır ki, Heydər Baba göylər bütün dumandır, günlərimiz bir-birindən yamandır, bir-birinizdən ayrılmayın amandır, yaxşılığı əlimizdən alıblar, yaxşı bizi yaman günə salıblar. Burada duman dedikdə təbii ki, işğalçılar nəzərdə tutulur, ictimai siyasi vəziyyətdə, hüquqi vəziyyətə işarə edilmiş olur. Eyni zamanda, bax, burada da duman dedikdə düşmən nəzərdə tutulur və ictimai hüquqi vəziyyətə, siyasi quruluşa işarələr edilmiş olur. Üç ortaq olmalıdır. İşğalçı hökumətin Azərbaycana vədinə əməl etməməsi tənqid edilmişdir. Burada görürsünüz, belə bir məqam yoxdur. Sadəcə Azərbaycanın ikiyə parçalanması, Azərbaycanın ikiyə parçalanmasından doğan təəssüf və kədər var. Müəllif vətənin mövcud vəziyyətinə qarşı üsyankar mövqe tutmuşdur. Bu hər ikisinə aid doğru fikirdir. Heydər Babaya salam poemasında da müəllif vətənin mövcud vəziyyətinə qarşı üsyankar bir mövqeyi var. Qəbuluna bilmir ki, xalq bir-birindən ayrı düşübdür, xalqla soraqlaşmaq istəyirdi, kəndinin vəziyyətindən razılaşa bilmirdi və s. Burada da görürsünüz, vətənin mövcud vəziyyətinə qarşı üsyankar mövqe tutur. Nədir bu həsrətin adı ünvanı, baisin evində çıraq yanmasın. Vətən həsrətinə Azərbaycan ikiyə bölünməsindən doğan kədərə yer verilmişdir. Baxın, bu hər ikisində var. Heydər Babaya salamda vətən həsrəti var, həmçinin də burada vətən həsrəti var. Heydər Baba, səni vətən bilmişdim, baş götürüb gəlmişdim. Uzun müddət Heydər Baba dağının həsrətini çəkir. Ən nəhayətində Heydər Babaya qovuşa bilir və Azərbaycan ikiyə bölünməsindən doğan kədəri də var. Burada da, bax, nədir bu həsrətin adı ünvanı? Şimalın cənuba, cənubun şimalı olan həsrəti əksini tapır. Eyni zamanda bir ürək ikiyə parçalanmasın. Burada isə Azərbaycanın ikiyə bölünməsindən doğan kədər və təəssüf hissinə yer verilmiş olur. Altı istənilən halda ortaq olaraq dəyərləndirilə bilər. Yekun olaraq burada bizim cavabımız nə olacaq? 1, 5, 6, yəni D bəndi. Ümid edirəm, izahlar sizin üçün faydalı oldu. Növbəti izahlarda görüşmək ümidi ilə hələlik Allah'a emanet olun.